رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ecma'in amma ba'd. Əziz və dəyərli izləyicilər, belə bir sual var, tək sayda xurma ilə iftar etmək sünnədirmi? Cavab olaraq deyirəm ki, bu haqda heç bir şey, səhih bir şey varid olmayıb, yəni heç bir səhih hədisi gəlməyib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm tək sayda xurma ilə iftar edər və yaxud da ki, buna təşviq edərdi. Bir hədisdə varid olub, Əbu Ya'lənin Musnədində gəlir, lakin hədis zəifdir. Hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 3 ədəd xurma ilə və yaxud da ki, odda bişməyən bir şey ilə iftar etməyi sevərdi. Deyir ki, bu hədis zəifdir. Necə ki, Şeyx Albani də zəif hədislər silsiləsi bu haqda bildirmişdir, bəyan eləmişdir ki, hədis zəifdir. Lakin tək sayda xurma ilə iftar etmək və yaxud da ki, tək sayda xurmanı yemək iki yerdə varid olub. Onlardan biri hədisdə keçir ki, İmam Buxari və Müslim rivayətində Peyğəmbər sallallahu aleyhi və səlləm tək sayda xurma yemədən bayram namazına çıxmazdı. Digər rivayətdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ikinci yeri, ikinci məqamı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim hər sabah 7 ədəd acva xurması yersə, həmən gün zəhər və sehir ona zərər verməz. Yalnız bu iki yerdə tək sayda xurma gəlib. Dediyim kimi, biri bayram namazdan çıxanda Allah Resulü sallallahu aleyhi və səlləm tək sayda xurma ilə xurma yeyib sonra bayram namazdan çıxardı. İkincisi də 7 ədəd xurma, acva xurmasını yemək. Bu da hər sabah kim 7 ədəd acva xurmasını yersə, həmən gün ona zəhər və sehir toxunmaz, zərər verməz. Lakin digər vaxtlarda, digər yerlərdə gəlməyib ki, tək sayda xurma yemək və tək sayda xurma ilə iftar etmək sünnədir. Belə bir şey yoxdur. İstədiyin sayda xurma ilə iftar edə bilərsən, istədiyin sayda xurmanı da yeyə bilərsən. Bu cüt də ola bilər, tək də ola bilər. 3, 4, 5, 6, 7, yəni tək deyilən bir şey yoxdur. Bəzi alimlər bu haqda deyiblər ki, bəli, tək sayda etmək yaxşı. Bunu da nəyə qiyas ediblər? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah vitirdir, yəni təkdir və tək olan şeyləri sevir. Lakin bu vitir namazı barəsindədir. Çünki hədisin əvvəlini oxuyanda bu bizə aydın olur. Allah Resulü buyurur, Əli ibn Əbi Talibin hədisidir. Ya əhləl Qur'an avtiru, ey Quran əhli vitir edin, fə innallaha vitrun yuhibbul vitr. Allah təkdir və tək olanı sevir, yəni Allah təkdir və vitri sevir, yəni tək, yəni namazda vitir etməyinizi sevir. Yəni bu da vitir namazı haqqındadır. Ona görə deyirik ki, səhih odur ki, tək sayda xurma yemək və tək sayda xurma ilə iftar etmək haqqında heç bir səhih bir şey yoxdur. İstədiyin sayda xurmanı yeyə bilərsən və istədiyin sayda xurma ilə də iftar edə bilərsən. Doğrusunu Allah bilir. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.